Adlar Sınırı'nın bölüm 1. hissəsindəyik və mən fərqli bir şey tapmışam. Deməli, bu passion fruit. Mən bunun sokunu falan içmişəm, amma meyvəsini heç yeməmişəm. Burada iki türə var. Biri Kolumbiyadır, biri də Vietnamındır. Şimdi mən də riskli Vietnamını götürdüm. Bu biraz bahalıdır və yəqin ki daha yaxşı deyə düşünürəm. Bilmirəm, bunu necə seçmək lazımdır. Hamısı qurumuş falan bir şey oxşuyur. Nə içərisini götürək və bunun biraz da sınavına gedirik. Belə əzilmiş pomidor oxşuyur, amma biraz sərtdir. Qarşınızda kəsək. Biraz kəsilmir, elə bir ki, xarab bir şey oxşuyur. Belə bir şeydir. İyi, çox da yaxşı bir şey. Yapışqan kimi suyu da axdı. Belə yapışqan kimi bir şeydir. Belə toxunduqca partlayır və su çıxır. Yəni meyvənin özündən çox qabığı daha çoxdur deyək. Və dadı turş. Yumurta sarısı demək var əslində buna. Amma bunu əzməsəz, görünüş bax budur. Gələ bunu belə əzəsiz ki, suyu çıxsın. Yoxsa belə suyu çıxmır. Bunlar patlayır və su çıxır ortaya. Alın, sınayın həyatınızda bir dəfə, amma həmişə olaraq alaram mı? Almaram.